Salam, hörmətli tamaşaçı. Ölkəmizin ali və orta ixtisas təhsil sistemində yeni təqaüd qaydaları müəyyən olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə doktorantlara ali təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsil müəssisələrinin tələbələrinə və şagirdlərinin verilən təqaüdlərin artırılması ilə bağlı 2013-cü il avqustun 30 tarixli sərəncamına dəyişiklik edilib. Bu dəyişiklik nədən ibarətdir? Təməlin bugünkü sayında biz bu dəyişikliklər və bu dəyişikliklərin ətrafında olan suallara cavab axtaracağıq. Və suallara cavabı isə Təhsil Nazirliyinin sektor müdürü Süləddin Gözəlovla bərabər axtaracağıq. Süləddin, mən xoş gəlmişsiniz təməlin bugünkü sayına. Bu dəyişiklik tələbələrin təqaüdlərinə nəyi artıracaq və necə müəyyən edəcək? Cəsarət müəllim, ilk öncə qeyd edeyim ki, Cənab Prezidentin sərəncamı ilə təsdiq olunan bu yeni qaydalar əvvəlki qaydalardan bir sıra üstünlüklərə malikdir və bunun başlıca üstünlüyünü mən qeyd etmək istəyirəm ki, tamaşaçılarımız üçün daha aydın olsun. Bu qaydalar tətbiq olunandan sonra artıq ali təhsil müəssisələrində, ixtisas məktəblərində tələbələrimiz yalnız dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələr deyil, hətta ödənişli əsaslarla təhsil alan tələbələrimiz də təqaüd ala biləcək. Və bu səbəbdən də elə sərəncamın bax bu məqamı ki, ödənişli təhsil alan tələbələrin də təqaüd alma imkanı həmin sərəncamın sosial yönümlü olması dövlətin gənclərə qayğısından xəbər verən bir sərəncamdır. Burada doktorantlara və ilk peşə ixtisas təhsil müəssisələrinin şagirdlərinə bu sərəncam şamil olunacaqmı? Bu sərəncam yalnız ali təhsil müəssisələri və orta ixtisas məktəblərinin tələbələrinə, yəni kolleclərə və universitet tələbələrinin bakalavr və magistratura səviyyəsini əhatə edəcək. Doktorantlarla ilk peşə ixtisas təhsil müəssisələrinin şagirdlərinə şamil edilmir. Yeni təqaüd qaydalarının üstünlükləri nədən ibarətdir? Siz bayaq söylədiniz, amma mən çox istərdim ki, bunu daha detallı deyərdiniz. Üstünlük artıq bir məqamı vurğuladım ki, ödənişli təhsil alan tələbələrin də təqaüd alma imkanları yaradılır və bundan başqa az təminatlı ailələrdən olan gənclər ixtisas məktəblərində, kolleclərdə təhsil alarkən əgər ödənişli əsaslarla oxuyursa, onlar öz sosial durumlarını, maddi durumlarını yaxşılaşdırmaq üçün imkan əldə edirlər akademik göstəricilərinə görə. Yəni, əgər tələbənin akademik göstəricisi, orta müfəvvəqət göstəricisi deyilən bir anlayış var. O göstərici müəyyən həddən yuxarıda olacaqsa, təbii ki, onun təqaüd alma imkanı olacaq. Fərq etməz ki, dövlət sifarişi ilə və ya dövlət hesabına tələbə təhsil alır. Əgər onun indiyə qədərki qaydalarda belə idi. Dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbə yalnız təqaüd ala bilərdi və onun akademik göstəriciləri müəyyən həddən aşağı olduğu halda, yəni akademik borcu qaldığı halda o təqaüd almırdı. Və onun üçün həmin ixtisas üzrə nəzərdə tutulmuş hədlərdə elə hesab edək, konkret bir ixtisas üzrə 10 tələbə təhsil alırsa dövlət sifarişi ilə, birinci semestrdən sonra bu tələbələrdən bir qisminin akademik borcu qalırsa, məsələn, ikisinin, üçünün akademik borcu qalırsa, yalnız 7-si və ya 8-i təqaüd alırdı. Və təqaüd fondunun 2 tələbə, 3 tələbə üçün nəzərdə tutmuş hissəsi istifadə olunmamış qalırdı. Amma bu sərəncamdan sonra artıq ödənişli təhsil alan tələbənin göstəricisi də orta göstərici yüksək olduğuna görə o həmin ixtisas üçün müəyyən olunmuş say gözlənilməklə, yəni 10 tələbə üçün hesab edək ki, nəzərdə tutub, o say gözlənilməklə ödənişli təhsil alan tələbə də təqaüd ala biləcək. Digər tərəfdən məcburi köçkünlər, qaçqınlar, hansı ki onların baxmayaraq ki, ödənişli əsaslarla təhsil alır, yəni onun pulunu dövlət ödəyir. Bu tələbələr üçün də bir imkan yaranır. Onlar təqaüd ala biləcəklər. Onlar da təqaüd ala biləcək. Yəni bir tərəfdən onların təhsil haqqı dövlət tərəfindən ödənilir, digər tərəfdən də həmin gənclərə imkan yaradılır ki, bu tələbələr deməli yüksək akademik göstəricilər əldə edib, göstərib təqaüd ala bilsin. Digər tərəfdən bu qaydaların ən böyük üstünlüyü, Cəsarət müəllim, ondan ibarətdir ki, təqaüd
öz indiyə qədər belə deyək də bütövlükdə təqaüd öz mahiyyətini tapır. Öz təyinatı üzrə həqiqi təyinatını tapır. Yəni biz təhsil aldığımız müddətdə elə Sovetlər dövründə də təqaüd yalnız yaxşı oxuyan, yüksək göstəriciləri göstərən tələbələr alırdı. Burada da həqiqətən də həqiqi təyinatı üzrə təqaüdün verilməsi bu ali təhsildə, orta ixtisas təhsili müəssisələrində tələbələr arasında bir yarış, bir rəqabət yaradacaq ki, bəli, mən yaxşı təhsil alacağımsa, yaxşı akademik göstəricəyə malik olacağımsa, deməli təqaüd ala biləcəm. Digər tərəfdən bu rəqabət mühitinin yaradılması sonda biz nəyə nail olacağıq? Təhsilin keyfiyyətinin yüksəlməsinə, yüksək ixtisaslı mütəxəssis hazırlığına, hansı ki, elə təhsilin də əsas mahiyyəti bundan ibarətdir. Zürət bəy, burada iki məqam diqqətimi çəkdi. Birinci məqam onunla bağlı idi ki, indiyə qədər az təminatlı ailələrdən olan və ödənişli əsaslarla oxuyan ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri sadəcə olaraq təqaüd ala bilmirdilər. Və bunlar ancaq ödənişlə oxuduqlarına görə və digər ödənişsiz dövlət sifarişini oxuyan tələbələr arasında sanki belə bir müəyyən mənada bir qeyri-bərabərlik var idi. Bəli. Baxmayaraq ki, həmin gənc kifayət qədər yüksək akademik göstəriciləri var idi, hətta əlaçı ola bilirlərdi, amma onların heç bir həvəsləndirməsi yox idi. Təqaüd alma imkanları yox idi. İndi dövlətimiz sosial bir münasibətlə həmin qeyri-bərabərliyi aradan qaldırdı ki, əgər siz istər özəl ali təhsil müəssisəsində, istər dövlət ali təhsil müəssisəsində akademik göstəriciləri varsa, yüksək akademik göstərici və semestrin nəticələrinə görə kifayət qədər onun üstün cəhətləri varsa, yaxşı nailiyyətləri varsa, həmin gənc həmin universitet üçün müəyyən olmuş dövlət sifarişli yerlərin dövlət sifarişi və ya dövlət hesabı ilə müəyyən olmuş say gözlənilməklə o maliyyəni ala bilər. Bəli, tamamilə. Yəni burada istər dövlət sifarişindən oxusun, istər ödənişli olsun, fərq etməz. Bu çox əla bir yanaşmadır. Çünki bir daha universitet, əgər biz yekun nəticədə universitet yüksək savadlı və yüksək bacarığa malik olan gənc məzun, onun məzun olursa, burada bizim əsas diqqətimiz onun biliyinə yönəlməlidir. Təbii, onun ödənişli yaxud da ki, dövlət sifarişi ilə oxumaq məsələsi elə bu o qədər də cəsarətlə qeyd olunduğu kimi, yəni təqaüdün əsl təyinatı da elə ondan ibarətdir ki, tələbənin bütövlükdə bir rəqabət mühiti yaratsın, stimullaşdırsın. Kimin akademik göstəricisi ən yüksək olacaqsa, o da həmin o qeyd etdiyimiz say gözlənilməklə, məsələn, hər hansı bir tutaq ki, ixtisas üzrə qeyd etdiyim kimi 10 tələbə üçün təqaüdlə dövlət sifarişi və dövlət hesabına yerlərin sayı 10 nəfərdirsə, kimin göstəricisi ən yüksək o birinci sırada 10 yerə düşəcəksə, o da təbii ki, təqaüd alacaq. Bunu biraz açaq. Misal üçün deyirəm, hüquq fakültəsi üçün 40 dövlət sifarişi ilə olan yer ayrılıbsa, bu həmin ixtisas üzrə oxuyan tələbələr dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü ala bilirlər, yoxsa necədir? Cəsarət mənim, elə sizin dediyiniz misalda Bakı Dövlət Universitetinin hüquq ixtisasında hər hansı bir konkret kurs üçün, məsələn, birinci kurs üçün 40 yer dövlət sifarişi ilə tələbə qəbul olunur. Deməli, birinci semestr həmin o 40 tələbə dövlət sifarişi ilə olan tələbələr təqaüdü alacaqlar. Hətta digər tələbələr də alacaqlar. Yox, birinci semestr yalnız dövlət sifarişi ilə qəbul olan, yəni tələbə qəbulu komissiyasının yolu ilə qəbul olduqdan sonra, yəni artıq onlar öz göstəricilərini tələbə qəbulu komissiyasının imtahanlarında göstəriblər və yüksək göstərici hesabına dövlət sifarişi ilə qəbul olublar və təqaüdə alırlar. Birinci semestrdən sonra, sessiya imtahanından sonra nəticələrə baxılacaq. Orta müfəvvəqiyyət göstəricisi yüksək olan, məsələn, hesab edək ki, hüquq fakültəsində 100 tələbə təhsil alır. Bu 100 tələbədən birinci 40 yeri kim tutacaqsa, akademik göstəricilərinə görə, təbii ki, akademik... Deməli, digər ödənişli ixtisas, fərqi yoxdur. Ödənişli təhsil alan tələbə gəlib düşəcəksə 20-ci yerə, 25-ci yerə, 39-cu yerə, 40-cı yerə, təbii ki, o da deməli təqaüd ala biləcək. Amma birinci semestrdə hansı ki dövlət sifarişi ilə qəbul olan tələbənin göstəricisi gedib 45-ci yerə düşəcəksə, artıq o tələbə həmin təqaüdü ala bilməyəcək. Yəni bu bir yarışdır, bu bir rəqabətdir, bu stimuldur. Təsəvvür edin, akademik göstəriciləri, orta müvəqqət göstəricisi 91-100 bal arasında olan tələbələr bu rəqəmləri çox gözəl verirlər. Yəni əlaçı tələbə. Magistraturada deməli 105 manat,
bakalavr səviyyəsində 95 manat təqaüd alacaq ayda. Təbii ki, az təminatlı və ümumiyyətlə ödənişli təhsil alan istənilən bir tələbə üçün ayda 95 manat təqaüd almaq bir stimuldur. Yeni prinsiplərdə də yenə orta ixtisas təhsil müəssisələrində də bildiyiniz kimi kolleclərdə, yəni orta ixtisas təhsil müəssisələrində də 100 ballı qiymətləndirmə tələbələrin biliyinin qiymətləndirməsi 100 ballı sistemi artıq keçilib, tətbiq olunur. Kredit sistemi ilə orada da tədris təşkil olunur. Eyni ilə ali təhsil müəssisələrində olduğu kimi, yəni 100 ballı olduğundan burada da təbii ki 51 deməli 51-dən 100 bala qədər, 71-dən 100 bala qədər və 91-dən 100 bala qədər. 3 deməli kateqoriyaya bölünür. Tələbələrin akademik göstəriciləri 51-dən 100 bala qədər olduğu halda tələbələr 35 manat, 71-dən 100 bala qədər olursa akademik göstəriciləri deməli 40 manat və 91-dən 100 bala qədər, yəni əlaçı stipendiyası artıq 50 manat alacaqlar. 51 baldan az nəticə göstərən tələbəyə təqaüd veriləcək? Təqaüd verilmir. Bu indi də belə idi, yoxsa Elə dəyişdi? Əvvəldə belə idi. Yəni əgər tələbə hər hansı bir fəndən akademik göstəricisi 50-dən aşağı, 50 və ondan aşağı olurdusa, yəni 51-dən aşağı idisə, bu fənn üzrə o attestasiya olunmamış hesab olunur. Yəni onun akademik borcu qalır. Kəsir deməkdir bu. Tələbələr Bu kəsiri ödədikdən sonra tələbə həmin təqaüdü ala bilərmi? Qaydalara müvafiq olaraq tələbə təqaüd, əgər onun akademik kəsir qalırsa, növbəti semestrdə o artıq semestr ərzində təqaüd almayacaq. Növbəti semestrdə hesab edək ki, birinci semestrdən sonra onun kəsir qaldı. İkinci semestrdə artıq təqaüd almayacaq. İkinci semestr üçün götürdüyü, tədris planına müvafiq olaraq götürdüyü fənlərin bütün hamısından növbəti sessiyada heç bir akademik kəsir qalmazsa, artıq o üçüncü semestr üçün təqaüd ala bilər. Yeni təqaüd qaydalarıyla bağlı danışdıq və bu mövzu ətrafında biz sizinlə eyni zamanda digər həmkarlarımızla kifayət qədər sonraki zamanlarda da danışa biləcəyik. Çünki burada ayrı-ayrı məqamlar tamaşaçılar tərəfindən çox ciddi maraqla izlənilir. Hörmətli tamaşaçılar, bir daha təşəkkür edirəm və növbəti efir vaxtına dəyək deyirəm. Sağ olun.